Heç ağlınıza gələrdimi ki, bir məscid imamı həşiş narkotik maddə ticarəti ilə məşğul ola bilər? Kanalımızın izləyicilərdən biri mənə yazdığı məktubda belə bir hadisəni danışır. Onların qonşuluğunda gözləri görməyən bir kişi yaşayırdı. O məscidin imamı idi. Hər cümə günü namazdan sonra kiçik oğlu ilə birlikdə bazara gedər, ailəsi üçün həftəlik ərzaq alardı. Oğlu bazarda gördüklərini atasına bir-bir təsvir edərdi. Hər həftə olduğu kimi yenə 1 kiloqram ət alırdılar. Bu zaman bir xaspərəst nəsrani gəlib bütöv bir qoyun almaq istədiyini bildirir. Kör kişi oğlundan soruşur. Bütöv qoyunu almaq istəyən kimdir? Oğlu cavab verir. George. Biraz sonra uşaq atasına sual verir. Ata, biz görəsən nə vaxt bütöv bir qoyun ala biləcəyik? Atası susur və cavab vermədən oradan uzalaşırlar. Yolda uşaq deyir. Ata, ərzaq dükanından şirniyyat almaq istəyirəm. Atası cavab verir. Pulumuz qurtarıb. Bu vəziyyətdə kör kişi qəlbində şikayət edərək deyir. Ya Rəbb, bu nə dərəcədə ədalətlidir? Mən sənin bəndənəm, Quran-ı Kərim əzbəri bilən bir imamam. Amma hər həftə 1 kiloqram ətdən artıq ala bilmirəm. Bu kafir isə bütöv bir qoyun alır. Oğluma istədiyini ala bilmirəm. Bunun səbəbi nədir? Gənc cəmaatı axşamlar şeyxin yanına toplaşar, fikri məsələlər barədə suallar verirdi. Şeyx də onların suallarını cavablandırardı. Həmin gün məclis başa çatdıqdan sonra bazarda gördükləri həmin nəsrani şeyxin yanına gəlir. Hamı getdikdən sonra ona yaxınlaşıb deyir. Səninlə hər ikimiz üçün qazanc gətirəcək bir iş təklif etmək istəyirəm. Şeyx soruşur. Nə işdir? Adam cavab verir. Ticarət. Yarı-yarıya işləyəcəyik. Şeyx maraqlanır. Nə ticarət? Dəstani deyir. Bu ağır günlər keçirən insanlara kömək edəcək bir şeydir. Həşiş, yəni afyon. Allahın yaratdığı bir bitkidir. İnsanların keyfini açır. Şeyx etiraz edir. Amma bu dinimizdə haramdır. Nəsrani isə belə cavab verir. Xeyr, bu sərxoş etmir. Sadəcə insanı rahatlaşdırır. Beləcə şeyxi inandırır və birlikdə bu işə başlayırlar. Narkotik maddələri imamın evinə gətirir və oradan paylayırlar. Bir müddət sonra imamın əlində çoxlu pul toplanır. Tacir tez-tez onun evində olur və orada da bu maddədən istifadə edirdi. Şeyx də zamanla onun təsiri altına düşür və özü də istifadə etməyə başlayır. Nəticədə sübh namazına qalxa bilmir, Quran-ı Kərim oxuyarkən səhvlər edir. Onun hafiz oğlanları bunu görərək cəmaata özləri imamlıq etməyə başlayırlar. İllər sonra narkotik maddələrlə bağlı reyd keçirilir. Taciri tanıyırlar və onun şeyxin yanında olduğu məlum olur. Polis şeyxin evinə basqın edir. Tacir qaçır, amma şeyx narkotik maddələrlə birlikdə tutulur. Məhkəmədə hakim qarşısında başına gələnləri danışaraq deyir. Mən bir vaxtlar Allaha etiraz edərək, hardadır ədalət demişdim. Allah Quran-ı Kərimi məndən aldı, amma istədiyim zənginliyi mənə verdi. Daha sonra belə deyir, yeganə istəyim budur ki, həbsxanada imamlıq etməyə icazə verəsiniz. Şeyx uzun illər yaşadı və ömrünün sonunu həbsxanada başa vurdu. Bu hadisəni həmin şeyxin imamlıq etdiyi məscidə gələnlərdən biri danışmışdı. Allahın verdiklərini razı olmaq və kifayətlənmək həqiqətən də qiymətsiz bir xəzinədir. Allahın sənə ayırdığına razı qal.